Quranda İslamın Ümumi Təfəkkür Sistemi kitabı Ayətullah Seyyid Əli Xameneyinin 1974-cü ildə dediyi Quran dərslərinin mətnidir. Bu dərslər müqəddəs Məşhəd şəhərindəki İmam Həsən Muctəba məscidində Ramazan ayında günorta namazlarından sonra keçirilirdi. Dərslərin iştirakçıları əsasən gənc tələbələr və dini öyrənən gənclərdən ibarət idi və bu müzakirələr vasitəsilə əqidəvi və Quran mövzuları üzərində tağut rejiminə qarşı mübarizə ruhu formalaşdırılırdı. Euzu billah, bismillah, elhamdülillah və sallallahu ala Muhammedin və alih. Esselamu aleykum və rəhmətullah. Sizləri xoş gördük, əziz izləyicilər. Qarşıdan mübarək Ramazan ayı gəlir. Ramazan ayı qəlblərin baharı, Qur'an-ı Kərimin baharıdır. Allah Teala bizi bu ayda Quran süfrəsindən maksimum istifadə edənlərdən qərar versin. Bu münasibətlə ilahi rəhbərin Quranda İslamın Ümumi Təfəkkür Sistemi kitabını sizə təqdim etmək istəyirəm. Yəni dinin ümumi sxemini, xülasə sizə çatdırmaq istəyirəm. Bu elə bir sxemdir ki, müsəlman öz həyatının müxtəlif sahələrində müxtəlif qərarları tutmaq istəsə, belə bir sxemə, belə bir sistemə möhtacdır. Yəni onun qərarlarının formalaşmasına birbaşa təsir göstərir. Əli əleyhissalam buyurur ki, insan dilinin altında gizlənib. Əgər bir şəxsiyyəti tanımaq istəyirsənsə, bax gör onun bəyanı, onun sözü, onun danışığı nədir? Bu söhbət ilahi rəhbərin 51 il bundan öncə Ramazan ayında etdiyi çıxışlardır. Hal-hazırda bir kitab formasında Allaha çox şükür edirik ki, belə bir kitabı bizim əlimizə indi gəlib çatıb, inqilabdan qabaq bu çıxış baş verib. Quranda İslamın Ümumi Təfəkkür Sistemi bizim əlimizə gəlib çatıb və biz bu sistemi öyrənməklə əslində o şəxsiyyətin özünə də mərifət tapmış oluruq. Belə deyim də, silsiləvarı bir-birinə bağlıdır. Necə ki, bu kitab o ilahi rəhbərin şəxsiyyətini bizə tanıtdırır, bu kitabın özünü də tanımaq üçün gərək baxaq görək bunun müəllifi kimdir. Ona görə də əvvəlcə bu kitabın bəhsinə başlamamışdan qabaq ilahi rəhbərin İmam Seyyid Əli Xameney ağanın şəxsiyyəti barəsində qısaca bir neçə məlumatı sizə çatdırmaq istəyirəm. Birincisi budur ki, ilahi rəhbər öz zamanəsində, hətta cavan yaşlarında mütəfəkkir bir şəxsiyyət kimi tanınmışdı. İmam Xomeyni rəhmətullah Teala əleyh buyurur ki, o nəzər sahibidir, fikir sahibidir. Yəni, dahi bir mütəfəkkirdir. Şəhid Mütəhəri rəhmətullah əleyh şəhid olandan sonra universitet tələbələri İmam Xomeyniyə müraciət edirlər ki, bizim şübhələrimizə cavab verən Şəhid Mütəhəri idi. Artıq o dünyasını dəyişib, bizə elə bir şəxsiyyət təqdim elə ki, o bizim bu boşluğumuzu doldura bilsin. İmam Xomeyni onlara ilahi rəhbəri göstərir. Yəni, Şəhid Mütəhəri kimi böyük bir filosof, fikir ustası və cəmiyyətin fikir boşluğunu təmin edən universitet tələbələrinin şübhələrini aradan qaldıran bir şəxsiyyətin yerini o vaxtı həmin ilahi rəhbər İmam Seyyid Əli Xameney ağa boşluğu doldururdu. İlahi rəhbəri bir başqa şəxsiyyətin dilindən də tanıyaq. Şəhid Seyyid Həsən Nəsrullah şəmsi tarixi ilə 1390-cı ildə, yəni 14 il bundan qabaq bir konferans keçirdirlər xaricdə. O konferansda rəhbərin rəhbərliyindən 22 il keçirdi. Orada mövzu ilahi rəhbərin İslam cəmiyyətlərinə, İslam ümmətinə tanıtdırılması idi. O, birinci rəhbəri tanıtdırmamışdan qabaq bir müqəddimə ünvanında buyurur ki, mən sizə bir şəhadət vermək istəyirəm. Və bu şəhadəti verməmişdən qabaq buyurur ki, mən ilahi rəhbərin kitablarını oxumuşam. Bütün yazılarını demək olar ki, mütaliə eləmişəm. Onun bütün söhbətlərinə demək olar ki, qulaq asmışam. İmam Xomeynidən sonra onun hər nə təfəkkürü var, hamısını tədqiqat eləmişəm, araşdırmışam. Bütün bunları ona görə deyirəm ki, sizə bir şəhadəti verim. Hələ bundan da əlavə o buyurur ki, mən böyük siyasi şəxsiyyətlər, böyük fəqihlər, təqlid mərcələri olan fəqihlər, alimlər, o şəxsiyyəti yaxından tanıyan, böyük insanlarla da yaxından əlaqəm olub və ilahi rəhbər barəsində onlardan şəhadətlərim var. Bütün bunları toplayaraq gəlir bu sözləri deyir. Deyir ki, həqiqət budur ki, biz son dərəcə böyük və müstəsna bir şəxsiyyət qarşısındayıq. Lakin görürsünüz ki, onun haqqında çoxları çox az şey bilir. Elə düşünürəm ki, onun adı və xatirəsi öz ümməti daxilində və İranlı qardaşlardan üzr istəyərək deyirəm, hətta İranda belə məzlum və tək qalıb. Hətta şəxsiyyətinin açıq və aydın tərəfi olan rəhbərlik və siyasi rəhbərlik cəhətindən belə bu ümmətin 22 illik rəhbərliyi formasında təcəlli edib.
Yəni sadəcə belə tanıyıblar ki, bu şəxsiyyət 22 ildir rəhbərdir. Siz əslində belə bir şəxsiyyət qarşısındasınız ki, sözün həqiqi mənasında düşmənlər onu mühasirəyə alıblar və dostlar da onun haqqını lazımınca ödəmirlər. İndi deyəcək onun haqqı nədir? Buyurur, düşmənlər onu mühasirəyə alıb və həqiqətin, nurun dünyaya və ümmətə çatmasının qarşısını alırlar. Dostlar isə onun haqqını layiqincə yerinə yetirmirlər. Diqqət edin, bizim məsuliyyətimizdir ki, bu böyük imamı ümmətə tanıtdıraq. Belə bir rəhbərin, fəqihin və mütəfəkkirin varlığının bərəkətindən faydalansınlar. Yəni biz bu şəxsiyyəti tanıtdıraq ki, yer üzündə olan bütün müsəlmanlar o şəxsiyyətin varlığından, vücudundan bəhrələnsinlər. Elə bir mütəfəkkir ki, ümmətin bugünü, sabahı, dünyası və axirəti üçün düşünür. Elə bir insan ki, bütün sahələrdə, son 10 illiklərdə və hətta əsrlərdə bənzəri görünməmiş çətinliklərə sinə gəlir. Bu Seyyid Həsən Nəsrullahın rəhbər barəsində buyurduğu sözlərin bir hissəsi idi, mən sizə təqdim elədim. İndi isə Əlləmənin də ilahi rəhbər barəsində dediyi sözləri də sizə çatdırım. Əlləmə Misbah buyurur ki, qeybət dövründə, yəni 1100 ildən artıq zaman ərzində Allahın müsəlmanlara mərhəmət etdiyi ən böyük, ən ali nemətlərdən biri Həzrəti Ayətullah Xameneyinin varlığıdır. Bu nemətin şükrünü yerinə yetirmək üçün çox ağır məsuliyyətimiz var. Yəni bu sözdən belə başa düşülür ki, şükür dildə deməklə o ağır məsuliyyət həyata keçmir. Belə başa düşülür ki, onun fikrini öyrənmək, onun buyurduqlarına əməl eləmək, onu tanıtdırmaq, bunlar bu ağır məsuliyyətdir. Bu müqəddimədən sonra keçək kitabın, yəni Quranda İslamın ümumi təfəkkür sistemi kitabının xüsusiyyətləri barəsində bir neçə kəlmə deyək. Görək bu kitab necə bir kitabdır və bunun başqa kitablardan fərqi nədir? İlahi rəhbər bu kitabın müqəddiməsində 3 dənə xüsusiyyəti bu kitab üçün sadalayır. Birincisi budur ki, bu kitabda olan marifi zehni anlayışdan çıxarıb ictimailəşdirib və əməli vəzifəyə aid edib. Bilirik ki, bəzi kitablar sırf zehnə məhdudlaşır, ancaq bizə zehni məlumat verir. Amma ilahi rəhbər Qur'anı, bu təfəkkür sistemini elə bir formaya salıb ki, birbaşa bizim ictimai həyatımızda öz rolunu göstərir. İkincisi, İslamın düşüncə tərzini bir sistem halına salıb. Yəni, İslam bir kamil mənzumədir, bir sistemdir. Hamısı bir-birinə bağlıdır və insanın bütün cəhətlərini özündə əhatə eləyir. Biz bilirik ki, Quran-ı Kərimi Allah Taala insan üçün göndərib. Biz bilirik ki, İslam dini insanın xoşbəxtliyə çatması üçündür. İnsanın müxtəlif cəhətləri olduğuna görə bu təfəkkür sistemi də insanın bütün cəhətlərini əhatə edir. Və əgər biz İslam'a belə bir sistem formasında baxa bilməsək, ümumi yol xəritəsi bizim əlimizdə olmasa, onda hardasa biz azacağıq. Ona görədir ki, siz görürsünüz, bəzi din adına danışanlar başqa alimlərə, xaricilərə və marksistlərə, müxtəlif ideologiyalarda olan ziyalılara müraciət edirlər. Niyə? Çünki onların bəziləri elə bilirlər ki, İslam özü sistematik deyil, hardasa boşluğu var, o boşluğu doldurmaq üçün kimdənsə istifadə eləmək lazımdır, hardansa nəsə gətirib bu İslama salmaq lazımdır. Ona görə başqalarına müraciət edirlər. Yəni, elə bil ki, İslamın mənzuməsini bilmədiklərinə görə yolda azıb qalıblar. İndi kim qabaqlarına çıxır, hər kəsdən soruşurlar. Onların içində azğın adamlar da var, müxtəlif şəxsiyyətlər də var, tanımayanlar da var və onlar da müxtəlif fikirləri bunlara öyrədir və onlar da həmin fikirləri İslam adı ilə insanlara çatdırır və belə bir fikirləri səsləndirir. Kitabın üçüncü xüsusiyyəti budur. İslamdan danışmaq istədikdə ən mötəbər sənədə müraciət olunmalıdır. Yəni biz elə bir mötəbər sənədə müraciət eləməliyik ki, sabah yol gedəndə bu zehnimizə gəlməsin ki, bəlkə yol düz deyil. Quran-ı Kərim buyurur ki, la yətihil batil. Qur'ana heç bir batil yol tapa bilməz. Bu onu göstərir ki, Quran-ı Kərim tamamilə haqdır və başqa bir ayda buyurur ki, tibyanən likulli şey. Yəni insanın hidayəti üçün, yolu gedib kamala, məqsədə çatması üçün, xoşbəxtliyə çatması üçün lazım olan hər bir şeyi bəyan eləyib. Deməli, əgər insan Quran-ı Kərimə və mötəbər olan sənədə müraciət eləyib, öz fikrini formalaşdırsa, sabahları həyatın müxtəlif sahələrində qərar tutanda şəkkə şübhəyə düşməz. Və axırıncı bəhsim, bu kitabın mövzusu nədən ibarətdir? Möhtəvasında nə var? Bu kitab bizə nələrdən danışacaq? Bu kitab əslində dinin əsilləri, kökləri barəsində danışır. Amma ilk öncə ilahi rəhbər iman barəsində bizə məlumat verir.
Niyə təvhiddən qabaq imanı deyir? Çünki əslində iman özü söz birləşməsi kimi nəzərdə tutulur. Yəni təvhidə iman. Biz təvhidə iman deyiriksə, əvvəl görək iman nədir ki, sonra təvhidi də ondan sonra ağa gəlir bəyan edir. Əvvəlcə iman bəhsini açıqlayır. İmanın tərifi, imanın şəraiti, imanın təsiri, nəticələri, faydaları. Ondan sonra isə təvhid bəhsini bizə açıqlayır. İslam ideologiyasında təvhid, təvhidin ruhu, Allahdan başqasının ibadətinin qadağan olunması, təkcə Allahın ibadətə layiq olması, təvhidin ictimai təbəqələnmənin əleyhinə olması və cəmiyyətdə təbəqələşmənin aradan aparması, təvhidin dəyər olduğu cəmiyyətin quruluşu. Bir cəmiyyətdə əgər təvhid dəyəri olsa, o cəmiyyətin quruluşu necə olmalıdır? Təvhidin psixoloji təsiri. Bundan sonra isə ilahi rəhbər bu kitabda nübüvvət bəhsinə toxunur. Nübüvvətin fəlsəfəsini açıqlayır. Nübüvvətin məbus olması və göndərilməsi məsələsini bizə bəyan edir. Peyğəmbərlərlə müxalif olan qruplar kimlər olublar? Onları bizə bəyan edir. Və axırda nübüvvətin nəticəsi nədir? Bunu bəyan edir. Ən axırda isə ilahi rəhbər təzə bir şey bəyan edir. İndiyə qədər demək olar ki, heç bir alimin cürət etmədiyi bir sözü buyurur ki, bizim usuliddinin içində adətən təvhid, nübüvvət, imamət bəhsi açıqlanır. Amma ilahi rəhbər burada imamət bəhsinin yerinə vilayət sözünü gətirir. Bunun da öz incəliyi var. İnşallah bəhs gələndə, açılanda siz onları orada görəcəksiniz. Ağa burada vilayət nədir məsələsinə işarə edir. Vilayətin növləri və hicrət bəhsini bu mövzularda açıqlayır və başqa bəhslər də bunların içində var. Mən xülasəsini dedim deyənə daha çox xırdalıqlara getmədim. Bugünkü bəhsimiz bu qədər. İnşallah gələn bəhslərdə imandan başlayaraq sizə həmin bu kitabın, yəni Quranda İslamın ümumi təfəkkür sistemini bəyan edəcəyik. Elhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alih.